Keçən dərsdə biz belə bir cədvəl yaratdıq. Bu sütunda avtomatik doldurma yerinə yetirdik. Bu sütunda gəlir əldə etdik və müəyyən bir formatlaşdırma yerinə yetirdik. Bugünkü dərsdə biz vərəqlərlə məşğul olacağıq. Onların adlarını dəyişəcəyik, yerini dəyişəcəyik, yox edəcəyik, əlavə edəcəyik və sürətini çıxardacağıq. Bundan başqa yenə də avtomatik doldurma əməliyyatlarını aparacağıq. Amma əvvəlcədən müəyyən bir format işlərini yerinə yetirəcəyik. Ümumiyyətlə elə bir format əmrləri var ki, Excel-də onlar Word-lə birəbirdir. Yəni eyni əməliyyatlardır. Bu yağlı, kursiv, подчеркнуть, yəni altdan xətt çəkmək, mətnin rəngini dəyişmək, yaxud şriftini dəyişmək, şriftin ölçüsünü dəyişmək və s. və ilə. Amma elə əmrlər var ki, onlar Word-dan fərqlidir. Bax, o əmrləri hissə-hissə hər dərs biraz keçəcəyik. Gəl indi bu hissəni formatlaşdıraq və ümumi işçi sahədən fərqləndirək. Qaraldırıq. Keçirik. Bu əmrə format keçirik. Buralardan da keçmək olar. Keçən dərs dedim. Eyni pəncərə açılır. Format keçirik. Yəni xanların formatı. Burada keçirik qranitsi bölməsinə, yəni sərhəd bölməsinə. Buradan xəttin tipini seçirik. Tutalım ki, belə olsun. Rəngi dəyişməyək, qalır qara və xarici və daxili xəttləri seçirik. Xarici xəttlər və daxili xəttlər. Yəni buradan da bir-bir eləmək olar, amma buradan o saat bütün xəttlər görsənir. OK düyməsini basırıq və bizdə belə bir cədvəl yaranır. Görürsünüz, işçi masadan fərqlənir və daha baxımlı olur. İndi gəl keçək vərəqlərə. Burada görürsünüz, vərəqin adı Mart ayıdır. Tutalım ki, list 2-ni, yəni vərəq 2-nin adını dəyişirik. Mışqanın kursorunu qoyuruq vərəqin adının üstünə. Sağ düyməni basırıq və burada olan əmrləri yerinə yetirəcəyik. Birinci priimdavat, yəni vərəqin adını dəyiş. Tutalım ki, basırıq bu əmrə və buradan yığırıq, deyək ki, aprel. İndi bu vərəqi yox edək. Yenə də sağ düyməni basırıq və udalit düyməsini basırıq. Vərəq yox olundu. Xəbərdarlıq edirəm ki, vərəqi yox eləyəndə onu dala qaytarmaq mümkün deyil. Ona görə ehtiyatlı olunuz. Yəni burada bir əməliyyatlar eləyəndə cəld giriş panelindən əməliyyatları dala qaytarmaq olar. Vərəqi yox eləyəndə əməliyyatı dala qaytarmaq mümkün deyil. Vərəqi əlavə eləmək istəyiriksə bu düyməni basırıq. Yeni vərəq əmələ gəlir. Yaxud bu əmri seçirik. Və buradan yeni vərəq seçib OK düyməsini basırıq. Görürsünüz, bir vərəq də gəldi. Vərəqə müəyyən rəng vermək istəyirsə, nə ilə fərqləndirmək istəyirsə bu vərəqdən sağ düyməni basırsınız, svet yarlıçqa. Buradan rəngi seçirsiniz və vərəqin rəngi dəyişir. Bundan başqa, əgər vərəqi gizlətmək istəyirsə, skrit, yəni gizlət əmrini seçirsiniz. Görürsünüz, gizləndi. Göstərmək istəyirsiniz, istənilən vərəqin üstündən sağ düyməni basırsınız, pakazat, yəni göstər. Və burada OK düyməsini basırsınız, vərəq yenə də görsənir. Əgər bütün vərəqlərlə eyni əməliyyat yerinə yetirmək istəyirsə, buradan выделить все lisты, yəni bütün vərəqləri seç. Görürsünüz, vərəqlər seçildi və müəyyən bir əməliyyat apara bilərsiniz. Tutalım ki, rənglərini dəyişirsiniz. Deyək ki, hamısı yaşlı olsun. O belə. Əgər seçimi yığışdırmaq istəyirsə, razgruppировать listi əmrini seçirsiniz. Yəni yığışdır seçimi.
Bax görürsünüz, belə olur. Və axırıncı əmr Переместить или скопировать. Yəni bu nə üçün lazımdır? Tutalım ki, bu vərəqi, list 1-i keçirmək istəyirsiniz bura. Kursoru yaxınlaşdırırsınız həmin vərəqə, qoyursunuz üstünə, mışqanın sol düyməsini basırsınız və buraxmadan dartırsınız sol tərəfə. Və buraxırsınız. List 1 keçir ikinci mövqeyə, ikinci pozisiyaya. Eyni üsulla sağa darta bilərsiniz. Sonra keçək bu listə, bu vərəqə. Tutalım ki, bu vərəqdə olan məlumatı kopyalamaq istəyirsiniz. Birinci variant necədir? Bu məlumatı seçirsiniz, yəni qaraldırsınız. Klaviaturadan Ctrl-C düyməsini basırsınız, yaddaşa göndərirsiniz. Yaxud da buradan Kopировать düyməsini basırsınız. Bax, görürsünüz, qırıq xəttlər gəlir. Bu deməkdir ki, bu məlumat yaddaşa getdi. Keçirsiniz boş vərəqə, tutalım ki, bu list 1-ə və buradan Ctrl-V yaxud Stavit əmrini yerinə yetirirsiniz. Görürsünüz, məlumat gəldi bura. Bura fikir vermiş, keçən dərsdə demişdim. Əgər belə xəttlər gəlirsə, o deməkdir ki, məlumat yerləşmir. Görürsünüz, belə yerləşəcək. Bu birinci variant. Amma ikinci variant da var. Ctrl-C, Ctrl-V əməliyyatlarını istifadə etmirsiniz. Gəl, əməliyyatı dalı qaytarım hamısını. Keçirik birinci vərəqə. Yığışdırırıq. Escape düyməsi ilə kopyalamağı. Belə bir əməliyyat aparırıq. Kursoru yerləşdiririk. Mart vərəqinin üstündə sağ düyməni basırıq və buradan Переместить или скопировать əmrini seçirik. Və burada göstəririk hansı kitaba yerləşdirmək istəyirik. Biz hal-hazırda burada yerləşdirəcəyik. Yəni öz kitabımızda, yəni dərs 4-də. Burada sistem soruşur ki, hansı vərəqin qabağında yerləşdirmək istəyirsiniz? Mart vərəqin qabağında list 1, list 2, list 3, yaxud da axırda. Mart seçsək, vərəq burada yerləşəcək. Переместить конец, yəni axıra köçür, onda burada yerləşəcək. Hansı vərəq, belə vərəq seçsək, tutam list 2, onda list 1-nə list 2-nin qabağında, ortasında yerləşəcək. Yəni list 2-nin qabağında yerləşəcək. Tutalım ki, axıra istəyirik və burada Создать kopya, yəni kopyanı yarat. Həmin vərəqin sürətini çıxardacaq. Basırıq, OK və axıra. Yəni burada görsənəcək. Bax belə, gördünüz? Mart 2. Bunu istəyirsiniz darta bilərik. Sağa, sola və adını dəyişə bilərik. Deyək ki, olsun Aprel. Bax belə. Burada müəyyən dəyişikliklər yapıra bilərsiniz. Tutalım ki, eyni şeylər satılıb, amma deyək ki, 5 dənə, tutalım ki, 7 dənə, 6 dənə, nə bilim, 2 dənə, tutalım ki, 4 dənə. Və burada tarixləri də dəyişə bilərsiniz. Tutalım ki, 01, 04, yəni aprel ayında. Burada 02, 04 və belə dartırsınız. Keçən dərsdəki kimi. Bax belə. Bu bizdə vərəqlərə aid oldu. İndi gəliz avtomatik doldurmadan bir-iki dənə əməliyyat aparaq. Tutalım ki, siz ayları yazmaq istəyirsiniz burada. Yanvar, fevral, mart, aprel, may. Onu avtomatik doldurma da eləmək olar. Birinci ay yazırsınız. Məsəl üçün yanvar. Sonra yazırsınız fevral. Yəni 2 ay yazmaq kifayətdir. Qaraldırsınız və kopyalamaq istəyirsiniz. Və fikir verirsiniz. Sizdə əməliyyat yerinə yetirilmir. İndi mən həmin əməliyyatı rus dilində eləyəcəyəm.
Orada əməliyyat yerinə yetiriləcək. Fikir veririz. Yanvar. Buraya yazıram. Fevral. Fikir veririz, görürüz. Burada getdi. Amma Azərbaycan dilində getmir. Nəyə görə? Çünki bu siyahı artıq Excel proqramının yaddaşında var. Yəni bu siyahı yerləşdirib Excel proqramının yaddaşına. Bu siyahı isə Azərbaycan dilində yerləşdirilməyib. Bunu necə eləmək olar? Keçirik File tabına. Buradan parametri və buradan doполнительный, yəni əlavə və burada Option bölməni axtarırıq, yəni ümumi. Keçir biraz aşağı. Görürsünüz, ümumi Option. Və burada izmini spiski, yəni siyahıları dəyiş əmrini seçirik. Fikir verirsiniz, burada görürsünüz. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul Rus dilində yaradılıb. Bunlar sistem tərəfindən yaradılıb. Yəni biz heç nə eləyə bilmərik burada. Görürsünüz, dəyişmək mümkün deyil. Boz rəngdədir. Amma bunu özümüz yaratmışıq. Bunu ləğv eləyə bilərsiniz. Tutalım ki, basırsınız udalit və həmin siyahı yox olur. Təsdiqləyirsiniz, yox oldu, getdi. İndi təzə siyahı yaradaq Azərbaycan dilində. Yəni bu ayları Azərbaycan dilində yazaq. Basırıq Dabavit və burada ayları bir-bir yığmalıyıq. Gedir yanvar. Sonra həmişə vergül olacaq. Hər aydan sonra vergül yazmalı. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr. Burada vergülü yoxdur, vergülü qoyaq. Və yaddaşa göndərirsiniz ki, bu siyahının elementləri, yəni ayların adları bura köçsün. Dabavit, əlavə et. Və təsdiqləyirsiniz əməliyyatı. Bir dəfə burada OK düyməsini basırsınız, bir də burada. İndi gəliz eləyə, fikir verirsiniz. Basaq tərəf fikir verirsiniz. Mart, aprel, may, iyun, iyul, avqust görsənir. Gördünüz, siyahı doldu. Yəni əgər o göstərdiyim yerdə, yəni burada həmin siyahı varsa avtomatik doldurma yerinə yetiriləcək. Əgər yoxdursa getməyəcək. Yəni özünüz nə qədər istəyirsiniz burada siyahı yarada bilərsiniz və onları da əlavə edib yox edə bilərsiniz. Görürsünüz, yox edə bilərsiniz, əlavə edə bilərsiniz. Amma bu siyahıları sistem özü yaradıb, ona görə burada heç nə eləyə bilməz. Bugünə bu qədər. Təşəkkürlər.